Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki buraxılışı da ABŞ-İran savaşına həsr olunub və son dəqiqə məlumatları isti-isti sizlərə təqdim etməyə çalışacağıq. Verilən son məlumatlara görə İsrail bu dəqiqələrdə Beyrutu bombalayır. Eyni zamanda qeyd olunur ki, İsrail ordusu Livandakı Hizbullahın hədəflərinə də zərbələr endirib. İran İraqdakı NATO'nun Viktoriya bazasına hücum gerçəkləşdirib və NATO'nun bazası çox ciddi zərər görüb. Eyni zamanda İran Baş Qərargah rəisi İran İslam Keşikçiləri Korpusunun baş komandanı və Müdafiə nazirinin ölümünü rəsmi şəkildə təsdiqləyib. Artıq bir neçə mənbədən təsdiqlənib və ad çəkilən, daha doğrusu vəzifə səlahiyyətli şəxslərin öldüyü vurğulanır. Daha bir xəbəri mən diqqətinizə çatdırmaq istəyirəm. ABŞ-a məxsus qırıcı təyyarənin qəzaya uğradığı bildirilir. Hadisə Küveytdə baş verib və ABŞ qırıcı təyyarəsi qəzaya uğrayaraq sıradan çıxıb. Pilotun ölüb-ölmədiyi, katapult edib-etmədiyi haqda əlavə məlumatlar verilmir deyə məlumatda vurğulanır. Eyni zamanda İran NATO'nun Bağdaddakı Viktoriya bazasını dronlarla hədəf alıb. ABŞ-ın təyyarəsi vurulub deyə başqa bir məlumatda qeyd olunur. Digər xəbərlərə nəzər salaq. Bir daha vurğulanır ki, Doha şəhərində hal-hazırda güclü partlayış səsləri eşidilir və ehtimal olunur ki, İran ABŞ bazalarına yenə də dronlarla və raketlərlə, qanadlı raketlərlə hücum həyata keçirir. Kipirdəki Birləşmiş Krallığın Akrotiri hava bazası da PUA tərəfindən vurulub, itkinin olmadığı bildirilir. Və İran İsrailə raket hücumu eləyib deyə digər bir məlumatda vurğulanır. Və yeni bir məlumat gəldi, bayaq qeyd etdiyimiz ABŞ-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı. F-15 qırıcısının pilotu katapult edərək təyyarəni tərk edib və sağ qalıb deyə informasiyalarda bildirilir. Və İran-İsrail ərazisinə bu gecədə kütləvi zərbələr endirib. Həmçinin Livan tərəfindən Hizbullah qüvvələrinin hücumlar həyata keçirdiyi vurğulanır. Onda qeyd eləyək ki, İsrail bu gecə Livan və Hizbullahın müxtəlif nöqtələrdəki yerləşmə məntəqələrinə ağır zərbələr endirib. Erdoğandan maraqlı bir açıqlama var. Türkiyə-İran ətrafındakı münaqişənin həllini dəstəkləməyə hazırdır deyib və qeyd eləyək ki, Türkiyə prezidenti bundan əvvəl bildirmişdi ki, Xameneyinin ölümü ilə bağlı İran xalqına başsağlığı verir və hadisədən dərin təəssüf hissi keçirdiyini Türkiyə prezidenti Erdoğan vurğulamışdı. Martın 1-də Dubay Beynəlxalq Hava Limanına endirilən zərbədən sonra böyük ajitaj yaranıb və xəsarət alanların olduğu da qeyd olunur. Və başqa bir maraqlı xəbərə diqqət yetirmənizi istərdik. İran-İsrail şəhərlərini bombaladı. Tel-Aviv və Yerusəlimdə dəhşətli partlayış səsləri eşidilib deyə məlumatda bildirilir. Sepah İsrailə qarşı həqiqi və 4 əməliyyatının 9-cu mərhələsinə start verdiyini açıqlayıb. Bu barədə TASS agentliyi məlumat yayıb. İsrailin Kanal 12 televiziyası isə Tel-Avivə çatan raketlərin görüntülərini dərc edib deyə məlumatda vurğulanır. Eyni zamanda qeyd olunur ki, Hayfa və Yerusəlimə də raket zərbələri endirilib. Kütləvi informasiya vasitələri Hayfada xeyli sayda ölən və yaralananların olduğunu bildirsə də, hələlik bu barədə İsrail hökuməti rəsmi açıqlama verməyib. Daha doğrusu verməkdə tələsmir. Donald Trump'dan maraqlı bir açıqlama gəlib. O deyib ki, gələcək ABŞ, daha doğrusu İran rəhbərləri üçün daha doğrusu İranın gələcək ali lideri postu üçün 3 uyğun namizədi var. Maraqlı açıqlamadır. Birləşmiş Ştatlar prezidenti Donald Trump İranın gələcək ali lideri postu üçün 3 uyğun namizədin olduğunu dilə gətirib. O, New York Times'a müsahibəsi zamanı deyib ki, adları açıqlamaq istəmir. İranın ali dini lideri Əli Xameneyi fevralın 28-də İsrail və ABŞ-ın ölkəyə zərbələri zamanı öldürülüb. Bunu da xatırlatmaq istərdim. İran ali liderinin səlahiyyətlərini müvəqqəti olaraq din xadimi Ayətullah Əlirza Ərafi icra eləməkdədir hal-hazırda. Başqa bir
xəbər blokuna nəzər salmaq istəyirəm. ABŞ Xamneyinin aradan götürülməsinin İranda rejim dəyişikliyinə səbəb olacağına şübhə edir. Bu barədə daha doğrusu belə bir məlumatla Reuters-də informasiya yayılıb. Belə bir məlumatla Reuters çıxış edir və deyir ki, stat, kəşfiyyatın qiymətləndirilmələrinə görə Xamneyi islahatçılarla deyil, sərt xəttin tərəfdarı ilə əvəzlənəcək. Sistem daxilində hərbi fərarilik əlamətləri görünmür. Ona görə də hər hansı uğurlu qiyam ehtimalı yoxdur, deyə məlumatda vurğulanır. Eyni zamanda qeyd edilir ki, Sepah liderlərinin təslim olma ehtimalı da azdır, çünki onlar çox böyük sadiqlik ənənəsinə sahibdirlər, deyə məqalədə qeyd edilir. Bundan başqa, gecədən səhərə doğru yaşanan xəbərlərin bir daha ardıcıllığını, xronoloji ardıcıllığını sizlərə təqdim eləmək istəyirəm. Gecə boyunca həm İran, həm də İsrail bir-birinə raket və pualarla zərbələr endirib. Eyni zamanda Trump Sepahı və İran hərbçilərini təslim olmağa çağırıb. Hizbullah İsrailə qarşı müharibəyə qoşulduğunu bəyan eləyib. İsrail də buna cavab olaraq Livana zərbələr endirməyə başlayıb və zərbələr nəticəsində xeyli sayda Hizbullah silahlısının, yəni yaraqlısının öldüyü vurğulanır. Hörmətli tamaşaçılar, söhbətimizin bu yerində qeyd etmək istəyirəm ki, kanalımıza abunə olun, bizi bəyənməyi də unutmayın ki, ən son məlumatlardan xəbər tutasınız. ABŞ Dövlət Departamenti növbəti dəfə Amerikalıları İrana, İraqa və Livana səfər etməməyə çağırıb. Pentagon bu gün başı vaxtı ilə saat 17:00-da mətbuat konfransı keçirəcək. Eyni zamanda qeyd olunur ki, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani Omanın vasitəçiliyi ilə Trump administrasiyası ilə danışıqlara başlayıb. Və daha bir informasiyada qeyd olunurdu ki, İran tərəfi ABŞ-la hər hansı bir danışığa getməyəcək. Son məlumatları sizə axtarmağa çalışırıq, hörmətli tamaşaçılar. Siz də bu arada öz fikirlərinizi yaza bilərsiniz. İran-İsrail savaşının axırı necə olacaq? Burada qalib tərəf kim olacaq? İsrail Müdafiə Qüvvələrinin Hizbullah hərəkatına məxsus hədəflərə zərbələri nəticəsində hərəkatın parlament blokunun lideri Məhəmməd Rad öldürülüb, deyə məlumatda vurğulanır. Məlumatı isə Əl-Ərəbiyyə telekanalı yayıb. Eyni zamanda başqa bir məlumata baxmağa çalışırıq. İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani bildirib ki, biz ABŞ ilə danışıqlar aparmayacaq və Trumpın dırnaqarası xəyali ambisiyaları olduğunu deyib. Yəni, güya ki, Trump bildirmişdi ki, İran tərəfi ABŞ-la danışıqlar üçün yalvarır. Amma Larijani deyib ki, bu Trumpın xəyali ambisiyalarıdır. ABŞ İran ordusunun baş qərargah binasının vurulmalarının da görüntülərini yayıb, deyə məlumatda qeyd olunur. Bundan başqa Trumpın müəyyən açıqlamaları var. İranda yeni rəhbərlik danışmaq istəyir. Mən onlarla danışacağam. Bunu daha əvvəl etməli idilər, deyə qeyd edir ABŞ prezidenti. Onu da qeyd edeyim ki, Larijaninin buna cavabını az öncə sizlərlə tanış elədim. Başqa bir məlumata nəzər salmağa çalışırıq. İsrail İranla davam edən münaqişə fonunda 100.000 ehtiyatda olan hərbi qulluqçunun da səfərbər edildiyini açıqlayıb. İsrail ordusu İranın daxili təhlükəsizlik qüvvələrinin qərargahının məhv edildiyini elan edib. Eyni zamanda Trump İrana qarşı hərbi əməliyyatların təxminən 4 həftə davam edəcəyinə inanır. Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, İranın 500-dən çox PUA-sı və 150 raketi məhv edilib. ABŞ və İsrail İranda 2000-dən çox hədəfə zərbə endirilib, deyə başqa bir xəbərdə vurğulanır. Xamneyinin ən yaxın silahdaşlarından biri, eyni zamanda İran Təhlükəsizlik Şurasının katibi Şamxaninin X hesabında paylaşım edilib. Mən sağam. Qeyd edək ki, daha öncə onun ölümü ilə bağlı xəbərlər yayılmışdı. Hətta İran rəsmi mənbələri də onun ölümü ilə bağlı xəbərləri təsdiqləmişdilər. Yaxın günlərdə İrana qarşı hücumları gücləndirəcək, deyə İsrailin baş naziri Benyamin Netanyahu da açıqlama verib. Və başqa bir
xəbər blokuna nəzər salmağa çalışacağıq. Kuveyt üzərində qırıcı təyyarədən paraşütlə katapult edən Amerikalı pilotların yerə enmə anı sosial şəbəkələrdə durmadan yayılmaqdadır deyə başqa bir xəbərdə qeyd olunur. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri regionda gərginliyin artması fonunda Tehrandakı səfirliyini bağladığını və səfirini məsləhətləşmələr üçün geri çağırdığını da elan edib. İranın Birləşmiş Ərəb Əmirliklərinə raket hücumları nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 6 yüksək rütbəli zabitinin də həlak olduğu vurğulanır. Daha sonra bu gecə saat 4-5 radələrində, təbii ki Tehran vaxtı ilə İranın İsrailin şimal bölgələrinə hava hücumu gerçəkləşdirdiyi bildirilir və İsraildə həmin bölgələrdə hava hücumu siqnalları, sirenalar səsləndirilib deyə başqa bir məlumatda vurğulanır. Astara sərhəd keçid məntəqəsi vasitəsilə 15-ə yaxın Rusiya Federasiyası vətəndaşı isə İrandan təhlükəsiz şəkildə Azərbaycana təxliyə olunub deyə başqa bir məlumatda qeyd olunur. Belə hörmətli tamaşaçılar, siz də fikirlərinizi şərh bölməsində qeyd eləyə bilərsiniz. Və maraqlı xəbərlərdən sonuncusunu mən sizə təqdim eləmək istəyirəm. İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın qohumları onun ölüm xəbərini təkzib ediblər. Halbuki İranın rəsmi mənbələri keçmiş prezidentin öldürüldüyünü açıqlamışdılar. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. OTV-ni və onun xüsusi gündəmini də izləməyi unutmayın. Hələlik.